Bir xəbər paylaşdım. İbrahim Tatlıses'lə bağlı Türkiye'nin Türk musiqisinin kralı, imperatoru. Onunla bağlı, onun xarakterini bilirsiniz də, mən musiqidən, sənətdən danışmadım. Onun sevəcəyi, sevdiyi bir xanımdan xırda bir açıqlama verdim ki, İbrahim Tatlıses onun sevgisi boldur, ürəyi genişdir. Bizdə deyirlər belə dartılır da. Orada onun o qədər sevgisi var ki, sevdiyi və sevgililəri var ki, orada amma balaca, xırda bir yer saxlayıb ki, bir xanımı yenə də sevsin. Çox qəribədir ki, bu imperator İbrahim Tatlıses sevdiyi xanımlarla həmişə rəsmi nigaha girib də. Bir çox kişilərdən, bəzi kişilərdən fərqli olaraq nigaha girib daima. Və mən dedim ki, iddia olunur ki, Azərbaycandan bir müğənni xanımdan xoşu gəlib, onu xoşlayıb. Təbii ki, İbrahim Tatlısesin əgər Azərbaycanlı bir xanımdan, özü də gənc xanımdır, gənc müğənnidir, ondan xoşu gəlibsə, demək o ona mütləq nigaha girməlidir. Yəni pis gözlə baxa bilməz. Ümumiyyətlə o kişinin xarakterində yoxdur. Mən bunu deyəndən sonra ki, iddia olunur ki, bizdə bir müğənnidən, gənc müğənnidir, İbrahim Tatlıses onu bəyənib, ondan xoşu gəlib. Hamı yorum, yəni orada yazdılar. Biri yazdı Nəfəs, biri yazdı Şəbnəm Tovuzlu, biri yazdı Şəbnəm Qəhrəmanova, biri yazdı Röya, biri yazdı Aygün Kazımova. Əzizlərim, mən dedim ki, onun gənc bir müğənnidən xoşu gəlir. Demədim ki, yaşlı müğənnilərdən xoşu gəlir. Təbii ki, mən də Nəfəsin üzərində dayanıram ki, Nəfəs bəli, baxımlı xanımdır, gənc xanımdır, gözəl xanımdır, hər şey ola bilər. Amma çoxları Nəfəsin üzərində dayandı və doğrudan da bu iddia olunur. Mən də eşitdim ki, İbrahim Tatlısesin məhz bir müğənnidən xoşu gəlib o Azərbaycanda. Mən də bilmirəm o kimdir, amma yorumlarda yazdılar. Yenə də deyirəm, siz bəzilərinin adını yazmışsınız, onlar İbrahim Tatlıses gənc bir xanımı bəyənib. 40-45, 50-dən sonra olan, yaxşı olan o qadın müğənniləri bəyənməyib. Məndən bu qədər. Sara Səfra, Məs Bahadurdan.